Bəs birdən dedi 10 dəqiqə və yaxud da 5 dəqiqə. 10 dəqiqə 5 dəqiqə deməz, axı onda biz çevrənin hissəsini görə bilmərik axı. Onu deməz. Bax, məsələn, nə deyə bilər? 75 dəqiqə deyə bilər. 75 necə yazaram? 60 dəqiqə 15 kimi. Deməli, bu kimi tam gəlib bura çıxacaq, bir də 15 dəqiqə gəlmiş olacaq. Onu deyə bilər, amma deyəməz 10 dəqiqə 5 dəqiqə. Necə? 10 saniyə, dəqiqə. Məsələn, saatın saniyə əqrəbinin 10 saniyə, yaxud da ki, dəqiqə əqrəbinin 10 dəqiqə. Mənim 10 dəqiqə çevrənin o hissəsini görə bilməzsiniz. Ona görə onu vermir. Biz çevrənin 2 saata düşür. Necə düşür 10 dəqiqə 2 saata düşür? Saat 2-yə düşməli belə düşür. Fi 60 dərəcə olanda. Mənim, biz onun dərəcə qiymətini məsələlərin şərtinə görə verəcəkdir. Biz onun hissəsini heç vaxt belə tapa bilmərik. 60 dərəcə, 90 dərəcə, 30 dərəcə onu fi-də verəndə biz biləcək eni tapmağa. Məsələn, 40 dərəcəsi, 30 dərəcədə verdim, bayaq fi-ni çevirdim dərəcəyə. Dərəcəni pi ilə ifadə elədim. Onu onda tapa bilərsiniz, eyni görə bilərik. Amma normal halda əsas qayda budur. Onları məsələnin içində dəyişəndə görəcəksiniz ki, hə, amma ondan çox sual vermir zaten. Çünki niyə vermir, bilirsinizmi? Çünki o hissəni tapmaq biraz fərqlidir, ona görə ondan dəymirik. Onlarla adətən dəymirik. Bunların hamısı olduğu kimidir. İndi PDF-i göndərəcəm. PDF-in içərisində bütün izahların hamısı var, danışılan hamısı var. Qeydlər də apardım. Nə sualınız olsa, yenə dediyim kimi də dərsdən sonra da nə vaxt olur olsun WhatsApp-a göndərə bilərsiniz. Mən baxım suallarınıza. Gələn dərsimizdə işləyirik çevrə bərabər şərtli hərəkət, testi bitirmək topludan, nəzəriyyən qəşəng möhkəmləndirmə işləmək. Gələn dərsə düz xəttə çevrə sınaq da göndərəcəm, sınaq işləyəcəksiniz. Başqa sualınız, sözünüz varmı? Yoxdursa, sağ olaşaq. İnşallah gələn dərs. 4-cü gün görüşərik. Sağ olun. Sağ olun.